Ay faytonçu, faytonçu, faytona mindir məni. Apar Sərdar bağına, doyunca gəzdir məni. Sərdar bağı sərindir, kəhrizləri dərindir. Kəhrizdən su aparan, ağlım, huşum sərimdir. Xalq mahnısından, xalqın düşüncəsindən süzülən bu deyimlərdən də göründüyü kimi, Gəncə adlı səlnamə qədim Gəncəyə etdiyi səfərin növbəti dayanacağını qocaman şəhərin ən möhtəşəm tarixi abidəsi olan Xan bağında edəcək. Bu bağda ki, bu bağın da adı və ümumiyyətlə siması zaman-zaman məhz Gəncənin adı kimi təhriflərə məruz qalır. Lakin Xan bağı hər vəcihlə öz vüqarını, dəyanətini, əzmini əsla itirməyib. Əsrlərin məşəqqətindən uzaq çıxan Xan bağı bugün öz tarixi siması ilə yenidən canlanır, nəfəs alır. Yəqin bizimlə razılaşarsınız ki, Xan bağı deyiləndə birinci olaraq onun tarixinə və kim tərəfindən salınmasına nəzər salmaq zərurəti meydana çıxır. Gəncədə bu bağı kim salıb? Xan yoxsa Sərdar? Əslində bağın yaşı neçədir? Bu suallar artıq 10 illərdir ki, geniş ictimaiyyəti düşündürür. Odur ki, gəlin Xan bağının dünəninə, keçdiyi tarix yoluna birlikdə səyahət edək. Mənbələr bu mədəniyyət və istirahət güşəsinin yaranma tarixçəsini müxtəlif cür izah edirlər. Bəzi yaxınlarda Qafqazın və Azərbaycanın ən qədim parklarından olan Xan bağının qala divarları ilə bir vaxtda hicri təqvimi ilə 996-cı ildə, yəni təxminən 415 il bundan öncə salındığı göstərilir. Tarixi mənbələrin bir çoxunda isə bu bağın Türk Fərhad Paşa oğlu Mehmet Paşa oğluna məxsusluğu və 1582-ci ildə salındığı yazılır. Deyilənə görə Mehmet Paşa Qara Dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay kedrası, bambuq ağacı, Yunan qozu, Suriya qızılgülü, Yapon soforası, rozmarina və s. ağac və bəzək kolları gətirərək parkın ərazisində əkdirir və zamanla park böyüyərək istirahət güşəsinə çevrilir. Bəzi mənbələrdə Xan bağının yaranma tarixçəsini Knyaz Vorontsovun da adı ilə bağlayırlar. Xan bağında fikir verdisə, bu bərpa işləri vaxtı çoxlu qədim çürümüş ağaçlar kəsildi, çınar ağaçları. Bugün ağaçlarının yaşını hətmə onu verilən həlqələrə görə tapmaq elə bir çətin və qorxurduq kəsmək ki, o nəhəlikdə tarixi abidəni kəsmək olmaz. Ona görə sonra bizim alimlərimiz Vahid Quliyev, Fuad müəllim, bioloq, müxtəlif alimlərimiz orada bu işləri aparmış və 300 ildən artıq yaşı olduğunu söyləmişlər. İndi bilirsiniz, siyasətçilər bir söz deyir, orada işləyən adi fəhlələr bir söz deyir.
Ancaq orada bugün o qədim ağaclara qiymət verməklə onun yaşını tam təyin etmək olar. Deyək, Dündülü çınarının 700 yaşı olduğunu çox asanlıqla təyin edə bilirlər. Yəni, Xan bağındakı ağacların sayı imkan vermirdi ki, özdə qubernator, yəni 1804-cü ilə kimi orada böyük bağ olur. Xan bağının ərazisi əslində indiki yerindən bir qədər kənarda mövcud olub. Yəni hazırki Bala Bağman, Ozan və Zərrabi məhəllələrinin müvafiq hissələri bir zamanlar məhz Xan bağının ərazisində düşürdü. Deyilənə görə xan vaxtilə Gəncə ətrafında olan qalın meşəliyin səfalı bir güşəsində istirahət bağı salmaq fikrinə düşür. Odur ki, park 17-ci əsrdə keçmiş Gəncə şəhərinin Xan sarayının yanındakı meşəlikdə salınır. İlk dövrdə meşə park tipində təşkil edilən bu yeganə park quruluşu, növ tərkibinə görə sonralar daha da zənginləşdirilir. Parkın əvvəlki yeri iç qalanın güney hissəsi ilə Bala Bağman və Ozan məhəllələri arasındakı qala düzü idi. Şəhər bağının qalanın yerində salınması mülahizəsi qismən doğrudur. Belə ki, iç qalanın divarlarının güney hasarı Sərdar bağının ərazisinə düşdüyündən 1847-1848-ci illərdə dağıdılıb. 1860-cı ilə kimi qala düzü ilə Bala Bağman və Zərrabi məhəllələrinin hüdudlarında mövcud olan meyvə bağları da istirahət, ictimai gəzinti funksiyası daşıyan şəhər bağına qatılıb. Böyük Bağmandakı Xan bağının ləğv edilməsi nəticəsində oradakı ağacların bir qismi Sərdar bağına köçürülüb. Sovet dönəmində Lenin adına mədəniyyət və istirahət parkı da adlandırılan tarixi Xan bağının Rus ordusu gələn zaman dağıntılara məruz qalmasının əsas səbəbi ən qızğın döyüşlərin birinin məhz orada getməsidir. Bəzi mənbələrdə isə göstərilir ki, qədim Xan bağı indiki Mahrasa bağı deyilən yerdə olub. Onun üstündə Xanın kiçik zor parkı və Xan arxı da olub. Görünür, bağ onunla suvarılırmış. Ona görə də indiki Təbriz küçəsi vaxtilə Xan küçədə adlanır. Xan bağı təkcə Gəncənin yox, Azərbaycanın ən gözəl nəbatət bağlarından biri. Xan bağının taleyi və adı Cavad xanla bağlı olub. Vaxtilə Cavad xanın bağmanlardan üzü bəriyə 52 hektar bağı olub. Bu Cavad xanın da belə bir qəribə ağaclara vurğunluğu var idi. Bu tarixi sənədlər deyirəm mən sizə. Kim ki xaricə gedirdi, tacirlər ya oxumağa ya hara gelirsə, Cavad xanın bir ondan xahişi olurdu ki, ən yaxşı ağaclardan gətirin bizə. Bu ağacları gətirirdilər, əkirdilər və beləliklə də bu Cavad xanın bağı çox tanınan bir məkana çevrilir. Sonralar həmin bağda uzanıb ta ki indi bizim gördüyümüz hissəyə kimi gəlib çatır və orada 1588-ci ildə Fərhad Paşa bir qala tikmişdi. Bu qalanın yanına kimi bağ uzanıb gəlir. Bu qalanın üstündə Cavad xanın Siyan olunan davası olub, döyüşləri olub. Və o vaxtı bilirsiniz ki, Ruslara qarşı bizim çox ciddi müqavimətimizə görə hərçənd ki, Cavad xan oğlu ilə birgə müharibədə ölüb, amma o ərazi, o bağ və oradakı qala Azərbaycanın müstəqilliyi uğrunda, azadlığı uğrunda mübarizə rəmzi kimi qaldı. Mən sizə deyim də, bilirsiniz, Xan bağı deyəndə biz qədimdən Xan torpaqları olduğu üçün bu zonalar böyünüb, yəni içəri şəhərin fikir verirsinizsə qabandan başlayır. Nəyə görə Xan adlanır? Şəhərlər üç hissədən ibarət olur. Bilirsiniz, şəhərlər içəri şəhər, orta şəhər, qıraq şəhər. Orta şəhərdə ən zadəganlar, ən deməli böyük insanlar toplaşır. Kənarında sənətkarlar, lap qıraqda nələr olub? Əkinçilər, torpaqçılar, devirlər əsrlərdən qabaq. Və orada sözsüz yenə o salan əkinçilər o ağıl içəri şəhərdən olan göstərişlərlə və onların köməyi ilə yaranıb olar. Və orada yenə deyirəm, o sonraki devirlərdə deyək, Ruslar gələndən sonra eləyiblər Sərdar, yəni Sərdar bağı adını dəyişiblər. Yəni o bizim elə o qospitalda Rusların yaşayış yeri olub, gəlib qalıblar
istirahət ediblər, nə ediblər. Ancaq bunun öz qədim adı Xan bağı olub və xan, yəni özünüz bilin ki, təsəvvür edin, böyük bir elə Latın Amerikasından adi bir zəhmətkeş ora gətirib ağac əkə bilməz. Bunun imkanı, vəsaiti olan və ağlı çatan bir insanlar edir. Bu adi alma bağı demək deyil. Alma bağı varsa harada ağaçlar, bir neçə sonradan əmələ gəlmə şeylər var. Orada böyük qədim ağaçlar, yüzlərlə yaş olan, hamısı müxtəlif yerlərdən gətirmə ağaçlardır. Orada Kanadadan da çinarlar var, Latın Amerikasından da subtropik bitkilər var. Bunlar hamısı imkanlı insanlar tərəfindən salınmış bir yerdir. Gəncənin işğalından sonra Rus çarı yalnız şəhərin deyil, onun bağının adının dəyişdirilməsi barədə də fərman imzalayır. Fərmanda yazılır: Yelizavetpoldakı, yəni Gəncədəki qədim bağ 1847-ci ildə Qafqaz canişini olan Vorontsovun şərəfinə adlandırılsın. Yəni bağa Sərdar adı verilsin. Gəncə qalasının yerində, yəni iş qalanın ərazisində sonralar Sərdar bağı salınır. Məhz o zaman Rusların Cənubi Rusiya adlandırdığı Azərbaycanın ən gözəl bağı hesab edilən şəhər parkının əsası qoyulur. Məşhur Çinarlı xiyaban salınır. Buradakı həmişəyaşıl ağaclar isə əsasən Batumidən və Krımdan gətirilir. Beləliklə, şəhər Vorontsov bağının sahəsi 5 desiatin, yəni təxminən 6 hektara çatdırılır. Bugün isə bağın ərazisi 7 hektar təşkil edir. Hadisələr çevrildi. Bağın adı bir müddət Xan bağı kimi qaldı. Sonra Qafqaz canişini Vorontsov olub. Vorontsov, Daşkov deyirlər. Vorontsov Qafqaza cani gələndə bunlar Cavad xanla bağlı olan bütün onun adı ilə bağlı olan hər nə varsa bunları məhv eləməyə çalışıblar. Bunu da məhv eləməyin də bir forması bu bağı yerli yeksan eləmək istəyiblər və addan çıxarmaq istəyiblər. Bağın təxminən 6 hektar, bəzən də 7 hektar yazılır. İndi sizin bizim gördüyümüz yeri saxlayırlar. 7 hektar burada Vorontsov müəyyən abadlıq işləri üçün vəsait buraxır, abadlıq işləri aparırlar. Və ondan sonra da canişin Sərdar deməkdir. Bağın adı oldu, Vorontsovla bağlı bu Sərdar bağı. Və orada Gəncənin baş memarı var idi, İqnatev adlı baş memarı var idi. Baş memar Gəncənin baş planını hazırlayanda bu artıq Sərdar bağı kimi ora salınır. Park əvvəlcə Xan bağı, sonralar isə qubernator, yəni Sərdar bağı adlandırılır. 1850-ci ildə isə hazırki Xan bağı əsasən meyvə bağı olur. 1860-cı ildə bağa dekorativ görkəm verilir. 1804-cü ildə Siyanovun top atəşləri, 1826, 1828-ci il Rus-İran müharibəsinin bağa çoxlu ziyan vurması, 400-dən çox yaşı olan çinarların od tutub yanması, məhv edilməsi haqqında məlumat mövcuddur. Bütün bunlar onu göstərir ki, Xan bağı 1847-ci ildən əvvəl mövcud olub. Gəncənin işğalından 52 il sonra 1856-cı ildə Tiflis hərbi qubernatoru Gəncənin baş planının hazırlanmasına göstəriş verir. Yeni layihədə bağın abadlaşdırılması da nəzərdə tutulur. Ümumiyyətlə, keçmişə nəzər salsaq görərik ki, köhnə Xan bağı Gəncə xanı Cavad xan tərəfindən də daim diqqət mərkəzində saxlanılıb. Park o dövrdə də inkişaf tempinə görə fərqlənib. 1868-ci ildə Gəncəyə quberniya statusu verildikdə imperatorun tapşırığı ilə yeni ərazidəki Sərdar bağının yenidən baş planı hazırlanır. Bağda inşaat iş aparılır. Nadir ağac növləri və bəzək kollarının sayı azaldılır. 1873-cü ildə şəhərin yeni planını baş arxitektor Kriştaloviç hazırlayır. Bu layihəni İmperator 3-cü Aleksandr imzalayır. 1973-cü ildə baş plan təsdiq olunur və bu da müəyyən mənada bu bağını, Xan bağının rəsmiləşdirilməsinin bir forması. O vaxtı memar belə bir deyib ki, biz bu sahəni 4 tərəfdə bağlayıb. Burada Avropa sayağı bir kvartal salırıq. Avropa sayağı bu termin gedir.
ən yeni ağaclarla, ən yeni bəzəklə və o vaxtı bu bağ Sərdar bağı adı ilə artıq məşhurlaşır. Və bir də deyim ki, Xan bağı artıq 18-ci əsrdə, 19-cu əsrin əvvəllərində Qafqazda çox böyük bir botanik bağ idi. Orada olan bitkilərin sayı, ağacların sayı Qafqazın heç bir ölkəsində yox idi. Yəni Gəncənin o yalnız bir bağ kimi yox, həm də bir elmi ocaq kimi, bir genofond kimi ora formalaşmışdı. İndi bugün fikir verdisə, orada artıq müxtəlif növ ağaclar yenidən bərpa olunur, yeni sortlar gətirilib, növlər gətirilib. Bunlar 1, 3, 4, 5 ildən sonra park köhnə, indi bugün deyək ki, gözəllik işlərinə baxıldı, ancaq ağaclar yeni əkiliblər. Bunların indi 3-4 ildən sonra prezidentimiz orada çox gözəl bir haşiyə çıxdı ki, yəqin biz 50 il parkımıza bir də onun məşğul olmayacaq. Yəni o qədər keyfiyyətli, orada gözəl bir söz dedi, dünya səviyyəli bir park alınır. Yeri gəlmişkən, Kriştaloviçin layihəsinə əsasən əvvəlkilərdən fərqli olaraq bağa yeni ağac və gül növləri, ağ akasiya, katalon, kiparis, eldar şamı, sabina şamı, nar, yapon xurması, cəhrai çiçəkli alyandır və başqa ağac, gül növləri gətirilir. Kriştaloviç baş arxitektor təyin edildikdən az sonra bağa heykəllər qoyulur və ətirli ağaclar əkilir. Lakin o, 1887-ci ildə şəhərin yeni layihəsini hazırlayarkən, bağda ağacları kəsməklə tikinti işləri aparır. Bunun nəticəsi olaraq 1899-cu ildə park yenidən qurulur. Batomidən gətirilən həmişəyaşıl bitkilər hesabına zənginləşdirilir. Ayrı-ayrı subtropik mənşəli bitkilərin parkda olması dediklərimizi təsdiq edən amillərdəndir. 1897-ci ilin martında Gəncəyə şəhər özünü idarə hüququ verildikdən sonra Sərdar bağının güneyində əhalinin Duma adlandırdığı Zemstvo idarəsinin, yəni hazırki ADAO-nun baş binası tikilir. 1899-cu ildə məhz Zemstvo idarəsinin təşəbbüsü ilə Sərdar bağı yenidən qurulur və kiçik dəyişikliklərlə indiyədək olduğu kimi qalır. Ta ki gəlir 1897-ci ildə bağın yanında Zemstvo, bu yerli özünü idarə etmə orqanı olub, bu bələdiyyələr kimi. Zemstvo üçün bizim indi gördüyümüz Aqrar Universitetinin binası tikilir bağın bir yanında, o da bağın əlavələri kimi. Bu Zemstvo binası tikilir və sonra həmin bina bağın ümumi kompleksinə daxil olduğuna görə mən bunu deyirəm. Və bilirsiniz ki, Xalq Cümhuriyyətinə gələndə hakimiyyətin mərkəzi olub, sonra da orada Duma evi olub və bu əməlli başlı təzədən bağda əlavə bərpa, təmir, gözəllik işləri aparılır. Ondan sonra artıq Sərdar adı buradan uzaqlaşdırılır. Amma çox müxtəlif ölkələrdən, xaricdən, hər yandan bura ağaclar gətirilir, ağaclar əkilir. Elmi məktəbdir, Aqrar Universitet, yəni köhnə kənd təsərrüfatı orada açıq dərslər keçirdi. Bugün mən ümidvaram ki, yenə keçiriləcək. Bugün Xan bağında dünya səviyyəli bir prezidentimiz özü qeyd etdi ki, orada abadlıq işləri aparır. Bugün Gəncə bağının yalnız o tarixi gözəlliyi deyil, o müasir dövrdə bərpa olunması, onun yenidən tikilməsi özü çox böyük bir haldır və Gəncəlilər üçün fikir versəniz, oradakı o sahələrin də yeni Avropa və Şərq stilində bir kombinasiyasının qurulması, bunlar hamısı Gəncənin bir tarixi abidəsidir. Yaşlı sakinlərin sözlərinə görə əvvəllər park bağlı saxlanılıb. Orada ancaq zadəgan ailələri istirahət etmək imkanına malik olublar. Dövründə bağın ətrafını tamam bağlayırlar. Bağa giriş qadağan olur. Bağda yalnız zadəgənlər, yüksək məmurlar, yüksək yaşayış dolanışı sahibləri gəzə bilərlərmiş cəmaatın yanına. O qədər gözəl olub ki, bunun yanına adam buraxın. Bartol adlı bir tanınmış şərşünas olub. Bu hətta rəsmi yazıb ki, Gəncədəki Sərdar bağı, həmin Xan bağı, Sərdar bağı
Avropada en güzel bağlardan biri sayılır. Bak misalı götürün, bu ne seviyede yüksekte olur. Sonra burada xanəndə Əskər adlı Gəncənin xanəndəsi olub. Hər axşam konsert verilirmiş və bu xanəndə Əskər orada oxuyurmuş. Sonra bu bağa Bülbül gəlib, Üzeyir Hacıbəyev gəlib. Bu bağda Sedgi Ruhullu olub. Məşədi Cabbar iştirak edib. Bu bağda Azərbaycan ən görkəmli adamları olublar, gəliblər. Bu bağ o qədər hörmətli olub ki, 41-ci ildə İsrafil Məmmədova Sovet İttifaqı qəhrəmanı adı veriləndə bağda onunla böyük görülüş keçirilib. Artıq bu həm el arasında Xan bağı deyirlər, amma rəsmiyyətdə Sərdar bağı yazılırdı. İsrafil Məmmədovla Səməd Urğun orada görüşləri olub. Səməd Urğun orada İsrafil Məmmədov haqqında şeir deyib. Azərbaycanın ədəbiyyatında bu şeirdə durur. Və indi bayaq sizin dediyiniz sual, İsrafil Məmmədovla o qədər bu bağ bağlı olub ki, əgər istəyirsinizsə Gəncəlisiniz. Ələddin Abbasov var, xalq artisti, o mənə İsrafil Məmmədov haqqında kitab yazanı deyib. İsrafil Məmmədov təbiətən qızğın adam olub, söz deyən adam olub. O vaxtda da erməni, rus bu bağda daha çox olublar. Kimin ki qızına gəlinlə bir adam sataşanda İsrafil Məmmədov evdən çağırırlarmış, o da ona bir coğrafiya dərsi verirmiş. İsrafil Məmmədov həmin bağda həm də Azərbaycanın qeyrətini müdafiə edənlərdən biri olub. Ona görə də İsrafil Məmmədovun abidəsini də orada qoyublar. Sonra da Nigar Rəfbəlinin abidəsi lap bu yaxınları bizim günlərdə qoyublar. Şəhərimizin yaşlı sakinləri deyirlər ki, bir zamanlar Gəncəyə gələn yadilli tacirlər xana bəxşiş olaraq müxtəlif ölkələrdən bitkilər gətirərdilər. Və təbii ki, həmin bitkilər də xanın bağında əkilərdi. Tacirlərin qazancı isə olurdu ki, onlar Gəncədə böyük hörmət və diqqətlə qarşılanırdılar. Yəni Gəncəyə bitki gətirən tacir özünü öz doğma şəhərindəki kimi hiss edərdi. Tarixi mənbələrdə göstərilir ki, İpək yolunun üstündə yerləşdiyi üçün xaricdən qonaq gələndə ondan vergi əvəzinə bitki istəyirdilər. Bunun nəticəsidir ki, dünyanın ən nadir ağaclarına vaxtilə Xan bağında rast gəlmək mümkün olub. Bir zamanlar qiymətli egzotik bitkilərlə zəngin olan bağ, sonralar müharibələr dövründə dağıdılıb. Qiymətli hissələrini isə indiki bağa köçürüblər. Bura iynəyarpaqlılar, maqnoliyalar, qara çöhrə gətirilib. Sonrakı dövrlərdə bağa osman tuz, ətirli zeytun, sabun ağacı əkilib. Baxımsızlıq ucbatından bitkilərin bəziləri quruyub. Burada böyük bir cəngəllik şəklində bambuklar olub. Sərdar bağı sözün əsl mənasında böyük ustalıqla qurulub. Park tam Avropa üslubundadır. Bağında 110-dan çox ağac növü olub. Bu ağaclar özü bitməyib. O dünyanın Latin Amerikasından gələn olub, Afrika ağacları var, Rusiyadan gələn ağaclar var. Yəni bütün qitələrdən burada bilirsiniz, Gəncə böyük elm mərkəzidir o. Gəncə, indi Nizami Gəncəvi anadan gələndə elə doğulmamış, o kitabxanalarda oxudu, yaxşı müəllimləri oldu. Məsəti xanım şahmat öyrənən bir Gəncə şəhərində musiqi yazan bir xanım. Biz Avropada indi 14, 15, 17-ci əsrdən danışırıq. Yaxud Avropanın bütün klassik kompozitorları Mirzə Şəfi nəğmələri əsasında yazmayıblarmı? Niyə olar? Bunlar hamısı Gəncədən çıxır. Gəncə o zərurət meşə deyil, o planlı şəkil. Biz başa düşmürdük. Elə bir də elə bunlar yalnız park kimi açılıb, elə meşə ağacı əkiblər, bitib. Siz orada parkın bir quruluşuna fikir verin. Orada hər bir alleyanın, orada gök ağaçları var, şam ağaçları var, kiparislər var, müxtəlif daimi yaşıl ağaçlar var. Orada qışın, orada il boyu çiçək açır. Siz bir o bağımıza fikir verin. Orada qış, yay, fəsillər orada itib bir-birinə qarışır. Orada bütün fəsillər özünü orada birləşdirib. Bağlı bir mühit yaranır. O bağ təsadüfi bağ deyil və onu elə fermer yaxud bir ağac bağban əkməyib. Onu ağıllı kişilər gətirtdirib. Dünyanın o başından, orada o planlı şəkildə onu salıblar. Orada xəstəliyi müalicə etmək üçün, ağac növlərini yaşatmaq üçün, insanları başa satmaq üçün böyük tərbiyəvi əhəmiyyətə malik olan bir bağ. Park şəhərin havasının saf qalmasında, yay mövsümündə qızmar günəşin,
qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır. Ürək və asmadan əziyyət çəkən insanlarda məhz bağın atmosferi ilə sağalıblar. Əbəs yerə deyil ki, xalq arasında belə bir deyim yaranıb. Həbdən, dərmandansa xam bağı yaxşıdır. Gözəlliyi ilə yanaşı bir də üstünlük oldu. Bu ağaclar o qədər qollu, budaqlı, iri ağaclar olub ki, yayda burada sərin, qışda isə isti olarmış, küləklərin zadının qabağını alarmış. Bu da bir xeyli dildə ağızda var ki, sərinlənmək istəyirsənsə də xam bağına get, istilənmək istəyirsən də xam bağına get və hələ 100 il bundan əvvəl bu xam bağı ilə bağlı orada belə bir nəğməyə oxşar bir bayatılar da var imiş. Deyirdilər, ay faytonçu, faytona mindir məni, apar Sərdar bağına, doyunca gəzdir məni. O vaxtları hər adam gəzə bilmirdi dediyim kimi, amma indi faytonlu da gəl, faytonsuz da gəl, xam bağının qapıları üzümüzə açıqdır. Prezident sağ olsun ki, xam bağını gəncələr üçün yeni görkəmdə, yeni libasda təqdim eləyib, hamının ümumi mülkiyyətinə çevirib. Bilirsiniz, insanoğlu gördüyünlə, yalnız oxumaqla tərbiyə olunmur. İnsanın gözü də, insanın gözü belədir də, lokatı ən çox insanın birinci gördüyü ürəyinə və sinirlərinə təsir edir. Yəni, ən birincisi gözdür. Göz görürsə o cür gözəlliyi, o beyinə təsir edir və insanın hər bir şeyinə, onun mənəviyyətinə də, əxlaqına da, inkişafına da, o köhnə, o qədim, o bəylərimiz, o kişilər onu fikirləşib əkiblər. O təsadüf yalnız yaşıllıq üçün, gündən qorunmaq üçün, sərinlik gətirmək üçün deyil. Orada çox komponentlər var. Bağı bölsək hissələrə, kvadratlara baxarıq ki, görün nələr var. Orada elə ağac növləri var. Bütün bizim farmakologiyanın çoxu orada yerləşir. Onu təsadüfü əkməyiblər. Onu insanları başa salmaq üçün, artırmaq üçün, genişləndirmək üçün. Bunlar vacib bir şeydir. Bizim parkımız əsl muzeydir, böyük muzey. Yəni, tarixi abidə və muzey, o açıq səmada bioloji muzeydir. Yəni, çox böyük bir yerdir o. Tarixi həqiqəti xatırlamaq da yerinə düşər. Maraqlıdır ki, Sərdar bağı adlı istirahət güşəsi təkcə Gəncədə mövcud olmayıb. O zamanki Gəncə quberniyasının İrəvan mahalında da, yəni Sevan otelinin qarşısında da eyni adlı bağ olub. İrəvanın keçmiş Lenin adına meydanı demək olar ki, bütövlükdə Sərdar bağına daxil idi. Bu bağı 17-ci əsrin sonlarında, 18-ci əsrin əvvəllərində İrəvanlı general Pənahəli xan saldırıb və 1930-cu ilə kimi Pənah xanın bulvarı adlanıb. 1827-ci ildə ermənilərin satqınlığı İrəvan xanı Hüseynqulu xanın məğlubiyyəti ilə nəticələnir. Ruslar İrəvan cəmaatını talayır. Rus komandiri General Paskiviç imperatora təbrik məktubu göndərir. Ermənilər isə onu Erevansk adlandırırlar. Pənahəli xanın bağını da Puşkinin fəxrlə "Diz çök Qafqaz, Yermolov gəlir" deyib təsdiq etdiyi qəddarlığı ilə fərqlənən Yermolovun şərəfinə Sərdar bağı qoyurlar. 19-cu əsrin əvvəllərində yaşayan tanınmış İngilis yazıcısı James Justinian Morie də 1824-cü ildə ilk dəfə çap etdirdiyi İsfahanlı Hacı Babanın macəraları romanında yazır ki, İrəvanda Sərdar bağı həmin əyalətdə Sərdar, yəni general adı ilə məşhur olan qubernatorun adını daşıyırdı. Həqiqət isə belədir ki, Gəncə quberniyası və əzəli Azərbaycan torpağı olan İrəvandakı Sərdar bağlarını da məhz Azəri türklər saldırıblar. Bağı xaricə mühacirət edən ictimai-siyasi xadimlərin Cümhuriyyət dövrünün qurucularının da ürəyində xüsusi yer tutub. Əbəs yerə deyil ki, onlar öz xatirələrində Xan bağının adını İmamzadə və Göygöllər yan-yanaşı işlədərdilər. Azərbaycanın istiqlalı qayıtsın, biz də gedib Sərdar bağını gəzək deyənlər də olub. 1990-cı ildə ölkəmiz müstəqilliyi əldə etdikdən sonra bu yaşıllıqlar səltənəti İstiqlal bağı elan olunur. Müstəqillik əldə etdikdən sonra burada bir sıra geniş miqyaslı restavrasiya işləri aparılır. Ən böyük abadlıq və bərpa işləri isə 2010-2011-ci illərdə ölkə prezidenti İlham Əliyevin müvafiq tapşırığı ilə aparılır. Ən böyük cəhəti burada
minlərlə qiymətli Krımdan, Batumdan gətirilən ən qiymətli ağaclarla bu bağ zəngindir. 2-3 dəfə bağda təmir işləri olub. Bağın ətrafını bir 20 il, 30 il səviyyədə açıblar. Hamı üçün geliş-gəliş asanlaşıb. Bağda müəyyən təmir işlərinin aparılmasına baxmayaraq, yenə də orada o özünün ağac zənginliyinə, təbiət zənginliyinə uyğun orada iş getmirmiş. Ona görə də ölkə başçısı Cənab Prezident İlham Əliyev xüsusi vəsait ayırdı. Sərdar bağının bərpası üçün indi artıq Xanbağı adlanır, Sərdar adı çoxdan silinib gedib, Vorontsovla və ruslarla birgə silinib gedib. Xanbağının bərpası üçün ayrıca prezident fərman verib. Bağdakı yay kinoteatrı da, orada bağdakı fəvvarələr də, bağdakı müəyyən obyektlər də hamısı yeni üslubda qurulub. Xanbağı indi əsl öz xanlığını götürüb təcəssüm elətdirir. Xanbağı Azərbaycan təkcə Gəncəni yox, Azərbaycan ən sayılan, seçilən bağlardan, istirahət ocaqlarından biridir. Sonuncu dəfə Prezidentimiz İlham Əliyev cənabları parkda bir qrup ziyalılarla görüşdü. Hər dəfə qədim, yəni Gəncənin qədim bir şəhər olduğunu, Xanbağının qədim bir xiyaban olduğunu, o yalnız Gəncələrə deyil, bütün Azərbaycan xalqının tarixi bir abidəsi olduğunu biz Prezidentimizdən son dəfə siz də jurnalistlər də orada iştirak edirdi. Yəni və təsadüfi deyildi ki, Prezidentimiz ilk növbədə heç atasının adı ilə bağlı Heydər Əliyev xiyabanının yəni bərpasından deyil, ilk dəfə Xanbağ. Yəni bunun tarixi kökü, tarixi daha qədimdir. Təsadüfi deyil ki, bugün Prezidentimiz deyək ki, İmamzadəni yenidən bərpa etdirmək. Bunun böyük tarixi var. Bugün biz Gəncənin tarixini araşdırdıqda görün, haralara gedib çıxırıq. Daş devrindən bəri gəldi. Şəhər kimi, yaşayış məskəni kimi yox. Park demək olar ki, qədimiliyini saxlamaqla müasir formada yenidən qurulur. Xanbağının yeni layihəsi Bakı arxitektorları tərəfindən hazırlanır. Prezidentimizin sərəncamına əsasən müxtəlif ölkələrdən bağa ağaclar gətirilir, dekorativ kollar əkilir, 2 fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılır. Venesiya güşəsi və 350 yerlik yaşıl teatr demək olar ki, yenidən qurulur. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbrüstü abidələri də yeni görkəm alır. Gəncənin tarixi yeri olan Xanbağının yenidən qurulmasını bir yerdə qeyd edilir. Burada yaradılan gözəllik, abadlıq məni və bütün gəncəliləri ürəkdən sevindirir. Xanbağı nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Bu, sadəcə olaraq bir gəzinti üçün, istirahət üçün bağ deyil. Bu bizim milli tarixi sərvətimizdir. 100 illiklər, 10 illiklər ərzində bizim əcdadlarımız bu gözəlliyi yaratmışlar və qorumuşlar. Bizim də borcumuz ondan ibarətdir ki, bütün tarixi sərvətlərimizi qoruyaq və bərpa edilir. Və burada görülən işlər, abadlıq, quruculuq işləri ən yüksək səviyyədə görülüb. Dünyanın ən yüksək səviyyəsi bax burada özünü göstərir. Bilirsiniz ki, Bakıda son illər ərzində parklar abadlaşır, gözəlləşir, yeni parklar salınır. Digər bölgələrdə bugün Tovuz rayonunda olarkən orada yeni salınmış parkda olduğum, o da çox gözəl parkdır. Xanbağının isə öz fiyatı var, öz tarixi var, öz gözəlliyi var. Və mən çox şadam ki, qısa müddət ərzində burada yenidən qurma, abadlıq işləri aparılmışdır və park yenidən elə bir ki, canlandı. Azərbaycan musiqisinin ölməz sənətkarlarını qonaq edən Xanbağı gördüyünüz bu ərazidə Yaşıl Teatrda Bülbül, Rəşid Behbudov kimi sənətkarların səsinə şahidlik edib.
Gəncənin ağac yaddaşı olan Xan bağı ilin bütün fəsillərində, xalqın dilində Sərdar bağı kimi yaşasa da, Xan bağı kimi rəsmiləşəcək. Dövlətimizin, dövlət başçımızın bu bağa olan diqqət və həssasiyyəti onu göstərir ki, necə ki Xan bağı əsrlərdən nəsillərə keçərək günümüzə kimi qorunub, saxlanılıb, onu gələcək nəsillərə çatdırmaq da sənin, mənim və hər birimizin vətəndaşlıq borcumuzdur. Gəncə çayından axır